Ay Allah, qolum ağrıdı. Geçən gəl. Sən burada, ne kaz olurum. Allah hər kəsə belə bir dərd versin. Amin, amin, amin. Rəsmi, sən nə deyir bunlar, bala? Salam, mənim əzizlərim, mənim gözəllərim, mənim məstanlarım. Necəsiz? Nəsə, bu günləri keyfim çox yaxşıdır. Gedirəm kargolarımı götürməyə və əgər fikir vermisinizsə, verdinizsə, bəli, maşınımı dəyişmişəm. Əvvəlki maşınımla vidalaşmışam. O maşını çox sevirdim. O mənim ilk maşınım olub. O maşınla öyrənmişəm. O maşını ilk dəfə cızmışam, sürtmüşəm. Yəni bütün xoş xatirələrim o maşınla olub. Dedik ki, artıq yenilik lazımdır, artıq dəyişiklik lazımdır və biraz da o maşın bilirsiniz necə idi, belə qaqasayağı idi də, oğlan skitdə, sport maşını idi və ağır maşını idi. Çox 10 ruluza daş kimi idi. Yəni adını deyirəm Mitsubishi Lancer. Maşından başa çıxan biləcək nə demək istəyirəm. Bilməyən isə qardaşınızdan, atanızdan soruşun, o deyəcək ki, necə bir maşındır və həqiqətən də gözəl maşındır və Azərbaycanda o maşından az idi. Lancer'in klubu var idi, Mitsubishi Lancer klubu. Təbii ki, mən ora qoşula bilmirdim, orada ancaq oğlanlar idi. Yəni qızlar olsaydı bəlkə də qoşulardım. Yəni o maşının maraqlı bir atmosferi var ki, onlar bir-birlərini yolda görəndə belə salamlaşırlar, marqatlayırlar, siqnallayırlar. Yəni belə bir maşın idi və gözəl idi. Həqiqətən o maşını çox sevirdim. Rəngi zadı maraqlı idi, albalı rəngi idi, qırmızı deyildi. Amma artıq dedim ki, yox, mən qaqa maşından çıxıb biraz belə xanım Xatınski maşını istəyirəm. Dəyişiklik istəyirəm. Yoldaşım da sağ olsun dözmədi. Ad günü hədiyyəsi olaraq indidən mənə bu maşını aldı. Və mən nə etmişəm? Təbii ki, mən Temudan bu maşın üçün sifarişlər eləmişəm. Düzdür, çox eləmədim. Çox eləmədim ki, bu maşını çox sevərək seçmişəm. Çox sevərək də, yəni ən çox da salonuna vurulub almışam bu maşını. Bir dənə biraz narahatçılığım var ki, telefonu və kameranı qoymağa heç nəyim yoxdur. Onları da alıb tamamlamalıyam. Bir-iki aksesuar almışam. Düzdür, SMS gəlib ki, hamısı gəlməyib. Bir dənə bağlama gəlib hələ ki. O gedib bir dənə bağlamanı götürək. O birisini də o biri videolarda çəkərəm də, nə olacaq ki? Onsuz da o biri vloqlarım kimi maşında necə başlayırdımsa, bu da həmçinin belə. Sonra gedəcəm lazerə. Üz lazerə gedəcəm. Bütün bədən getməyəcəm bu dəfə. Bir dənə də bağlamam var. Amma onun mən yerini gərək tam öyrənməmişəm. Onu da götürəcəm və sizə deyim ki, o bağlamanı mən düz 4 aydır gözləyirəm. Yox, yalan deyərəm, 4 ay yox, 3 ay. 3 aydır mən gözləyirəm o bağlamanı. Mən onu hesablayam, ya 4 aydır, ya 3 aydır. Yəni təsəvvür edin də, o qədər gözləyirəm mən onu. Rəsmi də yuxusu gəlir. Həmişəki maşına minən kimi yuxusu gəlir. Ay Allah, qolum ağrıdı. Siz niyə ağrıyır qolum? Biraz da bu qolumdan tutum. Çünki o biri maşının qabaq hissəsi yaxın idi. Belə tutum, görəsiz. Qabaq hissəsi yaxın idi. Yəni qolumu kameranı tutanda qolumu belə sökürdüm. Qoluma ağırlıq düşmürdü. Burada biraz genişdir deyənəm. Qoluma biraz ağırlıq düşür. Allah hər kəsə belə bir dərd versin. Amin, amin, amin. Nə qədər yaxşı düşdüyünü bilmirəm. Çünki yenə deyirəm, kameramı qoymağa yer yoxdur. Elə aşağılardan qoydum ki, sizə çəkilişi eləyə bilim. Bu bir dənə bağlamamdır Temudan. Çox yekədir. Görüm elə yerləşəcəyik biz kameraya. Rəsmi biraz da böyük, amma kamerasını sən tutarsan. Yaxşı. Yaxşı. Belə. Geçən gəl. Bir knopka ilə nəsə bastım. Birinci bu. Görək bu nədir. Gəl mən bunu belə eləməyim. Bu məncə zibil qabı olmalıdır, səhv eləmirəmsə. Bu zibil qabıdır. Və hər zibil qabın içində belə rulonçik göndərirlər. Orada elə yazmışlar. Gələk akraz açaq düzəldək. Krokun birini cırdım. Rulonçik.
Bunu hələyinə qoyum. Hara qoyum? Hələ qalsın burada. Rasmin də hazır deyil götürməm. Bir ver mənə. Tak. Maşında həmişə çox zibil çıxır. Bilmirəm niyə. Maşında yeyən deyiləm, içən deyiləm. Amma maşında həmişə zibil çox olur. Ona görə dedim ki, hər qapıya belə bir dənə zibil qabı alım. Bax, gör nə qəşəngdir. Prosta bunu hara taxacam? Hara taxılır? Bunun içində nəsə var idi. Üstünü örtdüm. Nədir? Belə bir şey keçəm. Yəni, kulak tezdən qoyum. Şurada bilmədim. Nəysə, bağlan sən. Ayda bir dənə zibil qabını düzəltmək necə çətin imiş. Dayan. Mən göstərim. Belə. Arxasını keçirirsən bura. Keçirmişəm. Şu zibili də belə atırsan. Da bura yəqin ki, belə böyük zibillər atılmır da, xırda, salfetka falan, puş elədir. Bunu bura da qoymaq olar, amma bura da yaxşıdır. Bunu isə bura atım. Sonra saxmanlayaram, mən axı zibil indi çox çıxacaq. Bu nədir? Görək, burada nə çıxır? Bu nədir? Açar üçün. Əla. Çarı biri normal açar, bir də normal açar, amma zapasnoydu. Ona görə ikisinə də belə kabura sifariş vermişəm. Bunu da sonra taxarım. Rasmi, sən nə deyil bunlar, baba? Bunu gözləyirdim. Bu qəşəng bir şeydir. İndiki yeni maşınlarda, yeni yox, əslində köhnələrdə də var, açqı yeri var. Mən neysə balam, açqı yerini tapmadım, çıxmadı. Nədir? Mən də ona görə sifariş verdim belə açqı üçün. Düz biraz əzilib, amma açqımızı taxandan sonra qəşəng olacaq. Ala sən bunu oynat. Bax, belə bir şeydir. Bunu bura taxırsan mənə. Все. Belə çıxıt edirsən. Kakras bir dənə qabı olmayan açqım var burada. Ben bunu belə da belə. Ümid edirəm düz qoydum. Düz qoymadım. Yox. Belə də tərs bir şeydir. Oldu. Məncə nəyəsə düzələmədim. Yəni, ya açqın səhv taxmışam məncə. Belə əyri qalır, amma qəşəngdir. Yaxşıdır, meşatçılıq eləmir, səliqəli. Yer tutmur. Sonra bu nədir? Bunu evdə açıb göstərərəm. Bunu da göstərə bilərəm. Bu güzgünün qabağı, güzgü deyəm, şüşənin qabağını yayda, nə bilim, gün olanda falan belə açıb qoyursan, içərini qızdırmır, kojanı yandırmır. Ciddən yayda ən nifrət elədiyim şey maşına oturmaqdır. Çünki əsas da yubqa ilə, donla olanda oturursan koja, isti kojaya. Həyatından küsdə onda. Bax, bunlar qəşəng bir şeydir. Bunlar nədir? Bilmirəm. Əzik gəlib əslində. Mən bunları belə gözləmirdim. Çox pis gəlib. Bunlar bura taxmaq üçün də əslində. Amma heç qəşəng deyil. Heç. Məsləhət görürəm ki, almayasınız. Görüm taxa biləcəm. Taxım sonra şey deyim. Ciddi deyirəm, çox bərbad bir şeydir. Deyirəm, maşının onsuz da gözəldir. Niyə edirsən əlavə şeylər üçün? Çox, bunlar tullanası bir şeydir. Almaq istəsiniz, almayın. Daha yaxşısını alın, amma bunu almayın. Yəni. Bu da getdi zibilliyə. Ala Rasmin, sən bunları oynayın. Zibilliyə yox deyil, Rasmin oyuncağı olacaq. Bu nə? Bu nə?
Hə, bu mən maşınım həm benzinləndir, həm də toklandır, həm də bateriyaylandır, üçünləndir. Bunun öz adapteri var. Onun üçün organizer sifariş vermişəm. Bunu da çəkərəm. Yəni çəkərəm niyə deyirəm? Çünki bilirəm ki, düşəndən sonra bunları çəkəcəm. Birdən yəni ardıcıl olaraq qəşəng gəlməsə, bilin ki, bu videoları sonradan çəkmişəm. Bunları necə işlədirəm, bunları sonradan çəkmişəm. Bu da maşın üçün arxaya baqajnika orqanizerdir. Bunu da çəkəcəm. Bu zibil qabıdan bir dənə də sifariş vermişəm. Və AirPods üçün belə case sifariş vermişəm. Alın. Və ikinci və üçüncü də bağlamalarım var. Onlar da gəlsin. Onları da açacağım. Unpacking eləyəcəm. Bilmirəm, bu videoya qataram. Bilmirəm, ayrıca onu çəkərəm. Bilmirəm, necə eləyim görəsəm. Ən yaxşısı, mən o ayrıca çəkərəm. Çünki orada biraz bağlama, başqa şeylər də var. Yəni, sırf maşına aid deyil də, fərqli şeylər də var. Jasminə aid olanlar da var. Onları ən yaxşısı ayrı çəkərəm. İndi də gedim də lazerəm. Sonra gəlib o bir kargomu götürüb, oradan da gedəcəyik evə. Hava yaxşı olsaydı əslində gəzişərdim, amma çox belə mənasız havadır. Gah isti olur, gah adamdan tər su axır, gah belə riski soyuq gəlir, soyuq olur. Axır ki, bu bağlamaları götürdüm. Həqiqətən də, yəni çoxdandan qalıb da. Çoxdandan bir aydır ümumiyyətlə kargoda qalıb. Yəni heç cür gedib götürə bilmirdim. Gedib götürəndə mən bir kargodan eləmişdim. Bundan başqa kargoya göndəriblər. Yəni çox qarışıq bir şey olmuşdu. Ondan əvvəl də mən bunu sifariş verəndə bu bağlamamı yolda itiriblər. Nə təsəvvür edin də. Gəlib, necə gəlib? Mən əslində 2 dənə boks sifariş vermişdim, amma burada bir dənə boks var, bir dənə də belə bir şey var. Yəni həqiqətən başa düşmürəm nə temadır. Bunu ayrıca vlog çəkərəm. Bəlkə də bunun davamını çəkərəm. Bilmirəm, hələ də düşünürəm. Yəni mən də bu vloqların nəyi, harda, necə, hansının davamını çəkim bilmirəm, necə gəldi eləyirəm. Amma məncə mənim üstünlüyüm də odur ki, necə var elədir vloqlarım. Həmişəki kimi köçür. Kəsər əməliyyatında olduğum rəfiqəm Nəzrin. Biz ona qısaca Naza deyirik. Yəni deyim, yadınızda qalsın da kim kimdir. Naza bu maşını alanda mənə bir dənə onu dedi ki, o biri maşının kimi səliqəsiz saxlama, qardırob kimi o maşını saxlama, maşını maşın kimi saxla, qardırob kimi istifadə eləmə. Çünki nə vaxt baxırdım mən maşının arxa sidenya, bura Jasmin olandan sonra boş olur da. Bura Jasmindən əvvəl bura arxa sidenya, bir də baqaj. Məndə həmişə paltardan dolu olur da, həmişə. Yəni bilmirəm necə olursa, amma həmişə paltardan dolu olur. İndi bura boşalıb, təbii ki, Jasmin yeridir. Kstati, Jasmin artıq sönüb, yatıb. Lazerdən çıxanda orada Nərimanov'a getmişdim. Orada park var bir dənə. Keçəndə gördüm belə baxır, belə ana ürəyidir də. Şey oldum ki, bəlkə aparım biraz kaçeldə yerlədim. Biraz kaçeldə də yerləndi, oynadım. Gəlin ən yaxşısı, mən bu vlogu belə saxlamayım. Evə gedim. Temuda o dediyimi çəkəcəm. Onları da sizə ayrıca çəkim. Necədir? Elə bu bağlamanı da çəkim. Bu əslində tamam ayrı bir vloqdur. Kosmetik məhsuldur. Amma yenə də qoy çəkərəm. Yox, çəkərəm. Bunu elə davamını çəkərəm. Qısa bir şey olmasın. Ya da bilmirəm. Mən deyəsən əqrəb bürcü yox, həqiqətən də əkizlər bürcüyəm. Yolda gedə-gedə düşünərəm. Havanı həqiqətən də bilmək olmur. Hava gah isti olur, gah soyuq olur. Ona görə də özümlə, cəmaət özü ilə kurtka götürür. Mən də özümlə açqı götürdüm ki, bilirəm, gözlərim məni çox incidəcək. Son vaxtlar gözlərim də çox zəifləyib həqiqətən. Konsineri qoşum. Çox zəifləyib də. Əslində mən əməliyyatda düşünürəm, göz əməliyyatı. Sadəcə bilmirəm. Eləyim, eləməyim. O biri rəfiqəm, Sevinç, o mənə məsləhət görür ki, elə mütləq. Çünki eləsən, həqiqətən də görəcəksən ki, necə yaxşı bir şeydir. Yəni, gözlərim çox ağrıyır da, həqiqətən ağrıyır. Hətta mən indi istirdim gedən bəlkə linza alam. Bu yaxınlarda harda var? Bax, hal-hazırda İnqilabdayam. Mən gedim linzamı alım. Onsuz da əməliyyatı, yəni sabah bir gün eləyən deyiləm. Gedim alım mı linza, yoxsa almıyorum. Çünki həqiqətən gözüm görmür.
necə yəni görmür? Belə kör kimi deyiləm də. Siz necə olub gözüm? Uzağı demək olar görmürəm. Necə? Bulanıq görürəm də. Tamam qarışıq bir şey görürəm. Bir də hiss edirəm ki, gözüm o qədər belə qıyıb baxıram ki, məndə o baş ağrılar əmələ gəlib, gözlərim ağrıyır. Yəni həqiqətən də onu eləyəndən sonra axşamlar ümumiyyətlə başım ağrıyır, gözlərim ağrıyır, sinirim ağrıyır. Son vaxtlar elə etməkdən çox sinirli olmuşam, əsəbi olmuşam. Məncə mən linzanı bu gün almayım. Gedim mən linzanı. Əslində əvvəl alırdım hardan? Linza optik var, bilmirəm görmüsüz ya yox. Oradan alırdım. Yenə baxacam görüm yaxşı yer harda var. Bəlkə açqı düzəltdirdim. Əslində açqı da lazımdır mənə. Linza da lazımdır. Linzanı rəngli götürərəm, bir dənə də açqı götürərəm. Bagaja nə almışam? Belə idi. Hə. Bu, çünki adaptörüm çox yekədir. Yəni heç adaptörlıq deyil də, bildiyiniz deyil. Adaptörüm bu da özü. Bu buna uyğun deyil. Amma yenə də qurtalayıb baxaram. Bunu axır bir yer tapmalıyam da belə. Yəni məncə sıx bağlasam olar. Bunu sıx bağlayarım. Bunu da açım. Heç bagajda unpacking edən bloger olub sizdə. Olmayıbsa birinci mən oldum. Yəqin özün qıraqlarını qorursan. Birinci qıraqlarını yapışdırmaq lazımdır. Hansı qıraqlar? Bax, belə bir şeydir. Bunu evdə aparıb rahat yığarım. Bu da qalsın. Всё qızlar, mən